Kişilər dünyadan yox olarsa nə baş verəcəyi barəsində 5 maraqlı fakt. Orta hesabla 3 gün sonra elektrik enerjisi şəbəkəsi demək olar ki, sıradan çıxacaq. Mühəndis və ustaların 83% kişilərdir. Transformatorları təmin edəcək və elektrik stansiyalarına texniki xidmət göstərəcək heç kim olmayacaq. Kanalizasiya və su təchizatı sistemləri öz fəaliyyətini dayandıracaq. Filtrlər, nasos stansiyaları və kollektorlar daimi texniki xidmət tələb edir. Onlar hər gün yerin altında çox vaxt əlverişsiz şəraitdə işləyən kişi işçilər tərəfindən təmin olunur. 48 saat sonra bütün nəqliyyat dayanacaq. Pilotların 97%, qatar maşinistlərinin isə 94%-i kişilərdir. Aeroportlar, metro və dəmir yolları istifadəsiz qalacaq. Yük daşımalar kəsiləcək. Qida böhranı başlayacaq. Kənd təsərrüfatı və balıqçılıq sahəsində çalışan işçilərin əksəriyyəti kişilərdir. Bunlar yoxa çıxdığı halda ərzaq çatışmazlığının başlanması və aclığın artması çox çəkməyəcək. Polis və ordu yoxa çıxacaq və bu da xaosa səbəb olacaq. Təhlükəsizlik orqanlarında işləyənlərin 85% kişilərdir. Polis və ordu olmadan asayişi qoruyacaq və ya zorakılığın qarşısını alacaq heç kim olmayacaq. Əslində bu bir cinsin digər cins üzərində üstünlüyü ilə bağlı deyil. Söhbət dünyada kimin hazırda hansı funksiyaları yerinə yetirməsi ilə bağlıdır.